الذي يفعل في هذه الليلة. Şeyx burada Qədr gecəsində hansı əməllər görülür, onları sadalayacaqdır və ən əfsəl əməlləri sadalayacaq. أولها قيامها من قام Birincisi, həmən gecəni qiyamda keçirmək. ليلة القدر إيمانا واحتسابا. الأمر Birinci, qiyamul leyldir, yəni gecə namazı. Kim gecə namazına iman edərək və hesabını Allahdan diləyərək, deməli, gecə namazını qılarsa, Allah onun keçmiş günahlarını bağışlayar. Hədisdir. İkinci əməl. الثاني أنه يستحب لزوم المساجد بالاعتكاف. İkincisi, müstəhəb sayılır. Yəni, bəyənilən əməldir ki, həmən bu gecədə məsciddə keçirəsən. الأمر الثالث الدعاء. قالت عائشة Üçüncü iş, dua etməkdir. يا رسول الله أرأيت إن أدركت ليلة القدر ماذا أقول؟ Ayşə radiyallahu anhə deyir ki, əgər mən bu gecəni, gecəyə deməli, müvafiq olsam, bu gecəni tapsam, nə edeyim, ey Allahın Rasulü? O da deyir ki, قال قولي اللهم إنك عفو تحب العفو فاعف عني. denən ki, Allahım minək afuvun, ey Allahım sən əff eləyənsən, tuhibbul afva, əfvi sevənsən, fa'fu anni, məni bağışla. Bu dua olunur ən çox. Təbii ki, digər dualar da etmək mümkündür, icazəlidir. رابعة قراءة القرآن خاصة. Və dördüncü ibadət xas olaraq Quranı çoxlu oxumaqdır, qiraət etməkdir. هذه الأربع انشغل بها وهي أفضل من غيرها من الأعمال. هي التي ورد فيها اختصاص. Bu işlərlə, yəni bu ibadətlərlə xas olaraq məşğul olunur, bunlarla vaxt keçirilir. Çünki bunlar ən üstün ibadətlər sayılır, xas olaraq, deməli, Qədr gecəsinə xas olaraq. Allah bütün müsəlmanların bu gecədə ibadətlərini qəbul etsin. Allah günahlarımızı bağışlasın. Amin.